Salam, hər vaxtınız xeyirli uğurlu olsun, əziz və dəyərli bacılarım. Yeni mən gəldim. Yeni bir vlog ilə qarşınızdayım. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Məni sorsanız, şükürlər olsun, mən də yaxşıyam. Bu dəfəki vlogu baldızımgildən açılış etdim. Getmişdik alış-verişə baldızımla. Və qayıdarkən gəldim baldızımgilə və daha sonra yoldaşım gəldi, götürdü məni. Yəni elə danışmışdıq ki, mən gedəcəm baldızımgilə, yoldaşım da gəlib məni buradan götürəcək və artıq axşamüstüdür burada. Yəni çəkilişə axşamüstüdən başlamışam. Elə gələn kimi çox ac idik. Baldızım da bir şeylər hazırladı tez bazar. Sağ olsun, Allah süfrələrin bol bərəkətli eləsin. Daha sonra gəldi yoldaşım götürdü məni, gəldi evə. Və evə gələn kimi dedim nələr almışam, onu da göstərim sizə. Belə əslində yəni çıxmağımızın səbəbi elə belə gəzmək üçün çıxmışdıq baldızımla. Deyik çıxaq, havamızı dəyişək. Hərdən olur tez-tez çıxırıq, belə gəzişirik və gəzəndə də bizim gəzmək anlayışımız ancaq mağazaları gəzməkdir. Öyle gözümüz gördükçe bir şeyler aldık. Bunu da hamam üçün almıştım. Hamamdaki tapçıkamız artık cırılmaq üzrədir. Dedim yeniləyim. Daha sonra bu ağ lobyadan biraz aldım. Türklərin nə deyirlər buna? Kuru fasulyəsi. Bundan da dedim ətli bir şorba hazırlayaram. Onu da hazırlayarkən sizin üçün də çəkəcəm necə hazırladığımı. Daha sonra yine böyle bir piçenya. Yoldaşım xoşlayır bunu. Sütlü kofili içmeyi. Və belə tomat sosunda olan balıqları çox xoşlayıram. Onun özümə bilən bundan. Bir də tuna balığı yoldaşım xoşlayır. Ona da tuna balığı götürdüm. Və biraz şirinyat götürdüm. Ayxa marketdən etmişik bu alış-verişi. Bilirsiniz bir gəzəndə çox vaxt yəni çıxanda o tərəflər gedəndə mütləq Ayxa marketə də girirəm. Və belə əsas da yəni bu vlogun adından da aydın olduğu kimi bugün baldızımın nəvəsinin doğum günüdür. 3 yaş tamam olur. Elə onun hədiyyəsinin üstünə əlavələr almışam. Daha doğrusu yeni il hədiyyəsini, bu yəni ad günü hədiyyəsinə aid deyil. Yeni il hədiyyəsinin içi boş idi. Yəni yadınızdasa almışdım paketini falan bir kişi almıştım ve əlavələr aldım ki içini doldurum. Belə bir yine de uşaq üçün olan şotka daraqdır, nə bilim kassadır, haçarlı. Biraz da şirinyatlar aldım. Yəni yeni il hədiyyəsinin içine yığmağa. Yəni ad günü hədiyyəsini ayrı almışam o heç. Bunu da yeni il hədiyyəsinin içine yığmaq üçün almışam. Dedim elə onsuz da fərqi nədir? Əvvəldən yəni verdim o hədiyyənin üstünə qoyub, ad günü hədiyyəsinin üstünə qoyub, yeni il hədiyyəsini də bir dəfəlik verdim, göndərdim. Göndərdim deyəndə, yəni getdi, ad günü qeyd elədilər. Biz də getdik, çox gözəl bir ad günü keçdi. Onu da çəkmişəm. Bu vlogun ardıca görəsiz elə. Yəni sona qədər izləsəz görəcəksiniz. Ümumiyyətlə elə bu vlog yəni ad günü vlogu sayılır. Başqa da heç nə çəkməmişəm, ad günə aid olan bir kadrlardı, çəkilişlərdir. Və belə aldıqlarım da bu qədərdir. Düzdür, bir daha çox alış-verişi baldızım etdi. Ad günə giyinmək üçün geyim falan aldı özünə. Əlavə ev üçün əskiklərin, yəni ehtiyac olanları aldı. Mənim isə aldıqlarım bu qədər idi. Yəni əslində alış-veriş, yeni il alış-veriş etmək istəyirdik baldızımla, amma dedik o da qalsın, başqa bir gün çıxarıq. Böyle daha sonra dedim gətirim. Hemen bu bilirsiniz də bunu əvvəldən almışdım bu paketdə Miray Cəhizlikdən bir iki xırda-xuruş şeyler almışdım. Elə buna görə dedim əlavələrini də alım ki bir dəfəlik doldurum içini verim. Və belə qızlar, bura qədər izlədiyiniz video, yəni axşamdan çəkdiyim videodur. Ardı isə növbəti gündən çəkmişəm. Onu da yenə də bu videonun ardında görəcəksiniz. Orada da yenə də necə hazırlaşırıq, necə gedirik, harda keçirdirik, ad günümüz necə keçir, onu da görəcəksiniz videonun sona qədər izləsəz. İnanın ki, qızlar o qədər maraqlı bir, əyləncəli bir günümüz keçdi ki, çox maraqlı da. Dedim elə sizin üçün də vlogladım, həm sizin üçün vlogladım, həm də ki, çəkdim ki, xatirə olaraq da qalsın. Hərdən girib izləyib xatırlamaq üçün. Belə
Yeri gəlmişkən buradan təbrik etmək istəyirəm. Balamızın adı Elidadır. Elida balam böyük qız olsun, atalı analı böyüsün. Ən gözəl günlər onun olsun, bütün gözəlliklər onun olsun. Əsas da sağlıqlı böyüsün inşallah və atasını, anasını da buradan təbrik eləyirəm. Baldızımgili də təbrik eləyirəm. Ümumi bu gün də, yəni ad günü ayın 8-i keçirilmişdi də. 8-ində doğulan hər kim varsa, uşaqlı, böyüklü, hər kəsin ad günü mübarək olsun. Təbrik eləyirəm ürəkdən. Belə qızlar. Ürək sözlərimi də dediyimə görə keçək növbəti günə. Və növbəti gündə nələr çəkmişəm, necə keçib ad günümüz, onu izləyək. Və burada da qızlar artıq səhərsi günüdür. Hazırlaşırıq ad günə getməyə. Yəni gün ərzində heç bir şey çəkmədim, artıq axşama doğrudur. Ad günə hazırlaşırıq getməyə və nə geyinəcəm dedim, onu da sizə göstərim. Bir sistemadan 3-4 dənə belə qara sadə donlar almışdım. Belə özəl günlərə geyinmək üçün. Özəl deyəndə yəni elə gündəlik də geyinmək olar, sadə dondur. Çox qalın deyil, amma ki yenə də elə də lap yəni şaxtalar yoxdur, bilirsiniz. Dedim elə bunu donu giyinim və belə bir yenə də Temudan sapaşki almışdım özümə Nabukdan. Dedim elə bunu da ayaqqabı olaraq bunları giyinərəm. Bunu da giyinməmişəm, ilkin olaraq elə bu dəfə giyinəcəm. Elə bu sapaşki bu donla çox bir-birinə çox yaraşırdı. İkisi bir yerdə çox gözəl görsənirdi. Belə göstərirəm o üzbüz. Yəni burada kodunu da qoyacağım. Kimsə almaq istəsə ala bilər. Çox rahatdır. Onu da deyim ki, qızlar içi tüklü deyil də, mexli deyil. Sadə, nəzik bir sapaşkilərdir. Və geyimim çox sadə olmasın deyə belə bir şarf dedim, nakitka olaraq üstünə əlavə edim. Yəni üstündən taxaram platyanın. Belə üstündə kameliya çiçəkləri var. Çox xoşum gəlir bu güllə olan bütün əşyalardan, aksesuarlardan. Belə ona uyğun da belə bir çanta almışdım. Yenə onun da üstündə həm rəngi, həm naxışları bənzər deyə uyğunlaşdırıb almışam. Onun da üstündə yenə də kameliya çiçəyi var. Bir növ Chanel üslubunda oldu da, tərzim belə deyək. Yəni qara donu bunlarla dedim kombin eləyim ki, həm sadə, eyni zamanda da göz oxşayan bir şey olsun. Belə aksesuar olaraq da qol saatı, o saatı taxdım və belə bir sırğa, yəni o kombinimə yaraşan bir sırğa. Və belə qızlar, ad günə geyinəcəyim kombin də belə oldu. Daha sonra elə dedim ki, bunları da Temudan almışdım. Dedim orada elə özəl günlərə gedəndən gedənə taxıram dırnaqları da. Dedim bugün də taxmasam nə vaxt taxacağam. Heç olmaya arada alıb bir neçə çeşidlə yığmışam. Dedim elə bu dırnaqları da yaraşanı bunu tapdım. Yəni kombinimə yaraşan bu oldu. Qara French dırnaqları və uzunluğunu bir dənə çox bəyənmədim. Çox uzun sevmirəm. Biraz qısa olsaydı daha məncə gözəl olardı, amma dırnaqda taxandan sonra baxdım ki, yenə də pis görsənmir. Və bunları yapışdırmaq üçün qızlar burada bir kley göstərəcəm sizə. Məncə bir neçə dəfə göstərmişəm. Yenə dedim belə göstərin. Kimsə istəsə screen edib Temuda tapa bilər. Və belə çox möhtəşəmdir bir sözlə qızlar. Çox möhkəm saxlayır. Özünüz məcbur qopartmasanız qopan bir şey deyil də kleylə yapışan dırnaqlar. Elə neysə qızlar, çox da elə evdən çəkilişimi o qədər oldu. Hazırlaşdıq daha sonra. Hazır olduqdan sonra da artıq burada 6-ya işləyib. Baldızım yoldaşı ilə baldızım gəldi, bizi götürdü, yoldaşımla məni. Burada artıq yollanırıq restorana. Yəni öncədən rezerv eləmişdilər, yer rezerv olunmuşdu. Hətta yeri də tanıyırsınız siz, bir neçə vlogumda çəkmişəm. Öz nəvəmin də ad günləri orada keçib. Çox gözəl bir yerdir, yeməklər də möhtəşəmdir. Maştağıda yerləşən Fazenda restoranına gedirik. Getdik, çatdıq, daha sonra yavaş-yavaş qonaqlar da gəldi.
və məclisimiz başladı. Və belə qızlar, videonu belə söhbətimlə doldurmaq istəmirəm. Arada yenə ehtiyac olarsa söhbətləşərik. Sizə xoş izləmələr. Gəlir. Gəlir. Dişe bak dişe. Nereye gidiyor adam çok olsun. Ela. Sənə qurban olum. Heyecanlanır, ne müştürek diyen birem. Ne olur ki? Ne müştüresi o? Şah oxuyurdu.
Pullar için sevgili. Ne dedi ne dedi? Pullar için sevgili. Elbette için pullar için olsun. Beləliklə qızlar, yenə də gözəl bir günün sonuna çatdıq. Eləcə də videonun sonuna yaxınlaşırıq. Bu da o deməkdir ki, sağollaşmaq vaxtıdır. Ümid edirəm, sevərək, bəyənərək izləyəcəyiniz bir vloqlardan oldu bu vloqda. İnşallah ki, növbəti vloqda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Bu arada qızlar, əgər videonun sonuna qədər bəyənmisinizsə, like etməyi də unutmayın, zəhmət olmasa. Və abunə deyilsinizsə, abunə də olun ki, növbəti paylaşımlardan xəbərdar olasınız. Və eləcə də video ilə bağlı fikirlərinizi də bildirsəniz çox sevinərəm. Öpürəm hər birinizi, hələlik.